Azərbaycanın ən varlı rayonlarının adları açıqlanıb. Burada belə sual ortaya çıxır. Azərbaycanda varlı rayon varmı heç? Ümumiyyətlə, varlı rayon deyəndə nə nəzərdə tutulur? Əgər varlı rayonlar varsa, niyə insanlar rayonlardan, kəndlərdən çıxıb Bakıya, xaricə üz tuturlar? Araşdırmaya görə, paytaxt Bakı ilə rayonlar arasında gəlir fərqi azı 2 dəfədən yüksəkdir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bu da əksər iş yerlərinin, dövlət müəssisələrinin başda olmasına irəli gəlir. Rayonlarda ümumi müqayisə edəndə baxımsızlıq, kasıblaşma gedir. Bəzi rayonlar var ki, sadəcə digərlərlə müqayisədə daha çox inkişaf edib. Ona görə də onlara varlı rayonlar deyilir. Səbəb kimi adı çəkilən rayonlarda yaşayan əhalinin əksəriyyətin ailə üzvləri və yaxınlarının Rusiyada işləməsi ilə göstərilir. Belə ki, həmin rayon sakinlərinin var dövləti Rusiyadan və digər xarici ölkələrdən gələn qazanc hesabına ölçülür. Amma son vaxtlar Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkədən Azərbaycana daxil olan vəsait də azalıb. Hansı rayonun zəngin və kasıb olması üzrə konkret bölgü aparılmadığından mütəxəssislər suala birmənalı cavab verməkdə çətinlik çəkirlər. İqtisadçı deputat Vahid Əhmədov hesab edir ki, dövlət büdcəsindən dotasiya almayan rayonları zəngin hesab etmək olar. Stat: hansı rayonun varlı, hansının kasıb olması ilə bağlı müqayisə aparmaq çətindir, çünki sosial-iqtisadi göstəricilər var. Həmin göstəricilərə baxanda bir, gözəyarı baxanda isə tamamilə başqa bir fikrə gəlmək olur. Azərbaycanda belə bir müqayisə aparmaq o qədər də asan deyil. Statın sonu. Beləliklə, Azərbaycana daxili büdcəsi gəliri çox olan ən varlı 10 rayonu təqdim edirik. 1. Quba rayonu. Quba şəhərinin ilk təməldaşı 14-cü əsrdə qoyulub. Məhəmməd Peyğəmbərin Mədinə şəhəri ətrafına tikdiyi ilk məscidin adı Quba adlanır. Rayon 8 avqust 1930-cu ildə təşkil edilib. Sahəsi 2610 kvadrat kilometr, əhalisi təqribən 170 min nəfərdir. Nəqliyyat kodu 40-dır. Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır. Yerli konserv sənayesi müəssisələrində emal edilir. Həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq, Quba meyvəsi dedikdə ilk növbədə almaya da düşür. 2. Tovuz rayonu. Tovuz əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Sahəsi 1942 kvadrat kilometr, əhalisi təqribən 180 min nəfərdir. Nəqliyyat kodu 60-dır. Bakıdan 430 kilometr aralıda yerləşir. Ermənistanla 69, Gürcüstanla 23 kilometr sərhəddi var. Rayon qərbdə Ağstafa rayonu, şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu, şimalda az bir hissəsi Samux rayonu ilə həmsərhəddir. Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon üzrə sənaye müəssisələrinin sayı 45 ədəd, onlardan 21-i fəaliyyət göstərir. 3. Gəncə. Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəri Gəncədir. 660-cı ildə əsası qoyulub, əhalisi təqribi 350 min nəfərdir. Nəqliyyat kodu 20-dir. Gəncə şəhərinin təsərrüfatının əsas hissəsini sənaye, tikinti, nəqliyyat və ticarət təşkil edir. Yüngül və yeyinti sənayesi inkişaf edib. Şəhərdə həmçinin qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Şəhər 2016-cı il Avropa Gənclər Paytaxtı elan edilib. 4. Lənkəran rayonu. Azərbaycanın ən gözəl güşələrindən biri olan Lənkəran, Respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan 5 təbii coğrafi vilayətdən biridir. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 kilometrdir. 8 avqust 1930-cu ildə təşkil edilib. Sahəsi 1539 kvadrat kilometr, əhalisi isə təqribi 230 min nəfərdir. Nəqliyyat kodu 42-dir. Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Çay, yapon xurması, feyxua, limon və narıncı kimi subtropik bitkiləri ilə ad çıxarıb. 5. Şəmkir rayonu. Ölkəmizdə yeganə Holland qızılgülü bu rayonda yetişdirilir. Çox əməksevərdirlər. Bu rayondakı parkda Azərbaycan ərazisindəki bütün qədim abidələri görmək mümkündür. Bakıdan 400 km aralıda yerləşir. Ali təhsil əhali sayı 5,79% təşkil edir. 1930-cu ildə təşkil olunub. Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir. Ərazisi 1660 kvadrat kilometr, əhali sayı təqribi 215 min nəfərdir. Avtomobil nömrəsi 57-dir. 6. Xaçmaz rayonu. Şimal bölgəsində yerləşən sərhəd rayonlarından biridir.
Qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə təşkil olunub. Sahəsi 1045 kvadrat kilometr, əhalisi təqribi 200 min nəfərdir. Avtomobil nömrəsi 27-dir. Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hun qəbilələri birliyinə daxil olmuş Xaçmatak qəbiləsinin adından gəlib. 7. Bərdə rayonu. Təkcə Azərbaycanın deyil, bütövlükdə yaxın şərqin ən qədim yaşayış məskənlərindəndir. Ölkənin mərkəzi hissəsindədir. Dəniz səviyyəsindən 87 metr yüksəklikdə yerləşir. Sahəsi 957 kvadrat kilometr, əhalisi isə təqribi 155 min nəfərdir. Nəqliyyat kodu 9-dur. Rayon ərazisindən Tərtər və Xaçın, şimal sərhədi boyu isə Kür sayları keçir. Rayonda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas təsərrüfat sahəsi taxılçılıq və pambıqçılıqdır. Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artıb. Burada adi əkinçinin, sıravi maldarın da məşğulluq biliyi demək olar ki, mütəxəssis səviyyəsindədir. Təsadüfi deyildir ki, Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilib və yayılıb. 8. Daşkəsən rayonu. 8 avqust 1930-cu ildə təşkil olunub. Sahəsi 1047 kvadrat kilometr, əhalisi təxminən 40 min nəfərə yaxındır. Avtomobil nömrəsi 16-dır. Bakı şəhəri ilə arasındakı olan məsafə 396 kilometrdir. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murov dağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl təbii gölləri var. Təbii sərvətlərlə olduqca zəngindir. Sovet dövrünə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və sair çıxarılıb. Rayonun ərazisindəki dağlarda indi də qızıl, mis, kobalt, zəy, alüminium, dəmir filizi, əhəng daşı və mərmər kimi çox qiymətli təbii ehtiyatlar var. 9. Mingəçevir. Azərbaycanın əhali sayı etibarilə 4-cü böyük şəhəridir. Şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir su anbarı ilə həmsərhəddir. Sahəsi 47 kvadrat kilometrdir. Əhalisi təqribi 110 min nəfərdir. Nəqliyyat kodu 45-dir. Mingəçevir Respublikanın 4-cü iri sənaye mərkəzidir. Ölkənin 60%-dən çox elektrik enerjisini istehsal edən Azərbaycan İstilik Elektrik Stansiyası və SES var. 10. Abşeron rayonu. Mərkəzi Xırdalan şəhəridir. 4 yanvar 1963-cü ildə təşkil olunub. Sahəsi 1966 kvadrat kilometr, əhalisi isə təqribi 500 min nəfərə yaxındır. 2 nəqliyyat kodu var, 01 və 99. Abşeron möhtəşəm əhəngdaşı, zəfəranı, duzu, üzüm bağları, nadir balıqların rast gəlindiyi və çox qədim zamanlardan Avropa və Asiyada çox tanınan neft ehtiyatları ilə zəngindir. Bu zəngin təbiət xəzinəsində Abşeron memarlığı da xüsusi yer tutur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.